paylaşılan fikirlərin əksəriyyətində baxırsan ki, insanlar bu mövzu ilə bağlı özündə olan problemlə yox, kənarda olan bir problemlə danışır. Yəni, nə bilim, Avropaya inteqrasiyadan, telefonların çıxmağından, sosial şəbəkələrin aktuallığından, və yaxud iqtisadi problemlərdən, yəni ancaq bunlardan danışırlar. Və yəni o görünür ki, əslində elə o insan özündə bu münaqişəni bitirməyib. Bitirmədiyi üçün onsuz da o çıxışdan təhrik olunur. Yəni bitirmiş insan orada təhrik olunmur. Və ona görə də belə insanlar, özləri bu münasibətləri düzgün qura bilmədikləri üçün, bizim cəmiyyətdə bu barədə bəli, kifayət qədər problemlər var. Ona görə də sağlam münasibət qurmaq istəyən insanlar ya özü özlüyündə, ya bir psixoloji dəstək almaqla öz daxili konfliktini, qadın-kişi mövzusunda öz içindəki davanı sona çatdırmalıdır.